Şuşanın səsi. El azattır, dil azaddır, azad sazlarda tel azattır. Çəkdiyim şəkili verim yadigar. Baxanda görsünlər bir yanda bahar, bir yanda dağların zirvəsində qar. Bir yanda dərədən qalxan duman, çən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Tarda dilləndirim rastı, mahuru. Zümzümə eləyim seygahı, şuru. Yada düşsün bülbül, Rəşid, xan həmən. Qoy hamı bilsin ki, Şuşalıyam mən. Səni hər görəndə tanımaq olur, aşırsan, dildə bir qərinə cavanlaşırsan. Şuşanın görkəmli şəxsiyyətləri silsiləsindən növbəti söhbətimiz belə adlanır: Bir Mövsüm Nəvvabın Rənglər Dünyası. Bu dünya o qədər cazibadar, o qədər sünkardır ki, baxanları həmişə heyran edir. Və bugün biz sizi bu dünyaya səyahətə aparacağıq, əziz dinləyicilər. Bir Mövsüm Nəvvabın Rənglər Dünyasını səyahətdə bələdçiləriniz bizik. Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Profesor Elçin Əhmədov və mən, jurnalist Aybəniz Məmmədəliyeva. Buyurun Elçin müəllim, ilk söz sizdədir. Xoş gördük Aybəniz xanım. Təşəkkür edirəm. Qeyd etmişdik ki, onun çoxşaxəli fəaliyyəti o qədər geniş olmuşdur ki, bir neçə verilişlə biz bunu yekunlaşdırıb başa çatdıra bilmədik. O baxımdan biz bugün yenə də bu dahi şəxsiyyətin digər bir fəaliyyəti haqqında danışmaq istəyərdik. Xüsusilə də Mir Mövsüm Nəvvabın biz qeyd etməliyik ki, həm də çox böyük bədii zövqü var idi. Bu onun poeziyasında, kitablarının tərtibatında, şəxsi evinin, işlədiyi məktəbin, ondan başqa Şuşanın məscidlərinin, iki minarəsinin naxışlarının vurulmasında, formasında və s. də özünü biruzə verirdi. Qeyd etməliyik ki, Mir Mövsüm Nəvvab Qarabağı Azərbaycan incəsənət tarixində çox dərin bir iz qoymuşdur. Nəvvabın silah kolleksiyasının toplaması da böyük ehtimalla bu hərbi janrda rəsmlər çəkməsi ilə bağlıdır. Belə ki, döyüşçüləri təsvir edən Nəvvab onların silahlarının naturadan çəkirdi. Bu baxımdan Nəvvabın rəssamlıq fəaliyyətinə bir qədər ətraflı yanaşmağa cəhd edək, birazca bu istiqamətdə söhbətimizi davam elətdirək. В эфире «Голос Шуши». لا يزال صوت الشوشة مستمرا. Mir Mövsüm Nəvvab rəssamlıq sahəsində xüsusi təhsil almasa da, hər bir işində təsvir etdiklərinə fərdi münasibətini əks etdirməyə çalışırdı. Məhz bu cəhətlərinə görə onun bizlərə ərmağan qoyub getdiyi bədii irsi milli mədəniyyətimizin çoxminillik tarixində dəyərli əsərlər kimi yaşayır. Ziyadxan Əliyev, əməkdar incəsənət xadimi, professor. Bu baxımdan qeyd etmək lazımdır ki, Mir Mövsüm Nəvvabın milli klassik bədii ənənələrə bağlı olan rəssamlıq əsərləri Azərbaycan xalqının təsviri sənət irsinin mühüm hissəsini təşkil edir. Onun monumental və dekorativ sənət, eləcə də dəzgah və kitab qrafikası sayəsində yaratdığı süjetli kompozisiyalar milli incəsənətimizin keçid dövrünü, yəni miniatür janrından realizm janrına keçidin biruzə verən ən səciyyəvi əsərlərdir. Və bu baxımdan onun rəssamlıq yaradıcılığını sənətşünas alimimiz Ziyadxan Əliyev tərəfindən 1996-cı ildə yazılmış Mir Mövsüm Nəvvabın Rənglər Aləmi kitabında, həmçinin müxtəlif illərdə nəşr olunan silsilə məqalələrdə. Məqalələrin adını çəkə bilərik: Mir Mövsüm Nəvvabın Sənət Dünyası, Mir Mövsüm Nəvvabın Rənglər Dünyası, Mir Mövsüm Nəvvabın yaradıcılığında miniatür ənənələri. Bütün bunlar həmin məqalələrdə geniş təhlil edilmişdir. Və adı çəkilən məlumat Ziyadxan Əliyevin
əsərləri həmçinin kataloq və ümumi xarakterli sənətşünaslıq kitablarında təqdim edilmiş, həmçinin hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm və dekorativ təsviri sənət nümunələri əsasında yazılmışdır. Mir Möhsün Nəvvabın nəsihətləri. Bilikli ol, qoy xalq sənin səsindən faydalansın, xeyir görsün. Biliksiz olsan, özgənin biliyinə möhtac olarsan. Şuşada akşamlar yanar ulduzlar, onlardan gözədir gəlirlər qızlar. Dayanıb yol üstə yarını gözlər, dayanıb yol üstə yarını gözlər. Ay qız bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən. Onu bil, danışmasan da balım, barı güyə. Onu da qeyd etmək vacibdir ki, məşhur orta əsr şairi Firdovsinin 1849-1850-ci illərdə Tehranda litografiya üsulu ilə çap olunmuş Şahnamə poemasına çəkilmiş 57 rəsmin rəklənməsi, kitabın illüstrativ baxımdan tərtibatı Mir Möhsün Nəvvabın məlum rəssamlıq təcrübəsi hesab olunur. Mazandaranın gözəlliyinə heyran qılan Keykavusun ağılsızlığı və tamahkarlığı onun divlər ölkəsi Mazandaranı fəth etmək qərarını verməsinə səbəb oldu. Şahnamədə ən çox mübahisə olunan mövzulardan biri Mazandaran məsələsidir. Şahnamədə təsvir olunan Mazandaran bugünkü müasir Mazandarandan tamamilə fərqlidir. Firdovsi dövründə həmin bölgəyə Mazandaran deyil, Təbəristan adlanırdı. Xəritəyə baxdıqda Pakistanın, Tacikistanın və Əfqanistanın şimalda birləşdiyi ərazi məhz Şahnamədəki Mazandaranın yerləşdiyi bölgədir. Hər yay sənin yaylalığına uçub gələn azad quşam, nə gözəlsən mənim Şuşam, camalına vurulmuşam. Vous entendez la voix de Choucha. La voix de Choucha continue. Qeyd edə bilərik ki, Cənubi Azərbaycanın, yəni ki, Xoy şəhərindən olan Mirzə Əliqulu adlı rəssam tərəfindən işlənmiş rəsmlər ağ-qara formatda litografiya üsulu ilə çap olunmuş və yayılmışdır. Litografiya yastı çap üsuluna əsaslanan çap qrafikası növüdür. Yəni təsvir daş və ya mis lövhə üzərində çəkilir. Yəni bunu sənətşünaslar çox gözəl bilirlər və bu təsvirdən isə kağız və ya parça üzərinə surətlər çıxarılır. Və bu qrafik sənət növünün üstünlüyü təsvirləri böyük tirajla çap edib yaymaq imkanına malikdir. Bunu o sahədə mütəxəssislər çox gözəl bilirlər ki, litografik təsvirlər 19-cu əsrdə jurnal və plakat qrafikasında, həmçinin çox tirajlı kitablarda geniş tətbiq edilirdi. Və bayaq adını çəkdiyimiz Şahnamə əsərinin nüsxələrindən birini əldə edən Nəvvab onun illüstrasiyasının tam rəhləmişdir və Ziyadxan Əliyev qeyd edir ki, Mir Möhsün Nəvvabın yaradıcılığında miniatür ənənələri o məqaləsinin kağıdını çəkdik. O məqalədə irəli sürdüyü fikrə görə Nəvvab şəkilləri rəngləyəndə onlara yaradıcı yanaşmış, hər hansı bir rəsm üçün emosional təsir gücünə malik rənglər seçmişdir. Böyüklük özünü rahat edib baş girləmək deyil, biçarələrin fəryadına yetmək. Vous entendez la voix de Choucha. La voix de Choucha continue. Və kitabın 57 rəsmini rəngləməkdən başqa, Nəvvab onun üz və iç səhifələrində nəbati elementlərindən ibarət ornamentlər çəkmiş və beləliklə də kitaba yeni tərtibat vermişdir. Və görürsünüz nə qədər bu insanın bacarığı var imiş. Eləcə də qeyd edə bilərik ki, 1864-1865-ci illərdə Mir Möhsün Nəvvabın Bəhlul Hüzən, yəni Qəm Dəryası adlı poetik əsəri Kərbəla hadisələrindən bəhs edilir. Onun özü tərəfindən kalliqrafik xətlə üzü köçürülmüş,
Görürsünüzmü nə qədər bu özü də çətin bir məsələdir və bədii tərtibat verilmiş 5 illüstrasiya çəkmişdir. Nəvabın Rənglər Dünyası adlı məqalədə çox geniş məlumat vardır ki, mən bundan bir neçə cümlə, yəni ki, qeyd etdim ki, Mir Mövsüm Nəvvab görün nə qədər dahi bir şəxsiyyət imiş, bacarmadığı bir iş yox imiş. Maraqlıdır ki, bu rəsmlərdə personajlar dövrün Azərbaycan, əksər hallarda isə Qarabağ geyimlərində təsvir olunmuşdur. Və 1872-ci ildə Nəvabın çəkdiyi quşlar, ondan sonra 1874-cü ildə çəkilən Güllər adlı rəsm əsərləri ənənəvi şərq dekorativ rəsmləri üslubunda işlənmişdir. Mütəxəssislərin fikirlərinə görə rəsmdə perspektiv planlarının olması, ön və arxa plan elementlərinin fərqləndirilməsi diqqəti xüsusilə cəlb edir. 1872-ci ildə rəssam tərəfindən çəkilən Şuşada Aşura mərasimi. Bu da çox maraqlı bir rəsm əsəridir və mürəkkəb kompozisiyalı əsərlərə aiddir. Bilirik ki, bu mərasim Şuşada həmin dövrdə məşhur rus rəssamı olan Vereshchaginin rəsm əsərlərində də Şuşada keçirilən Aşura mərasimlərinin tanışıq və bu müxtəlif kitablarda bu barədə məlumatlar vardır. Və qeyd etməliyik ki, sənətşünas alimimiz Ziyadxan Əliyevin fikrincə hadisəni bütün zənginliyi ilə təqdim etmək və üçün rəssam deməli bir sıra formalardan istifadə etmişdir. Və belə ki, mövzu kağız üzərində sulu boya ilə çəkilən eyni ölçülü iki kompozisiyada öz əksini tapmışdır. Və bu şaquli kompozisiyalar çox fiqurludur. Onların hər birində 100-dən çox obraz var. Rəssamın klassik miniatür sənəti ənənələrinə bələdçiliyi bu qədər fiquru asanlıqla bir kompozisiyada yerləşdirməyə imkan vermişdir. Bu çox çətin məsələdir. Üst-üstə sıralanma prinsipinə əsaslanan kompozisiyada dini mərasimlərlə bağlı müxtəlif hadisələr məntiqi ardıcılıqla yerləşdirilmişdir. Və bu Mir Mövsüm Nəvvabın nə qədər böyük bir sənətkar olduğunu, nə qədər böyük bir bacarığı olduğunu üzə çıxarır. Yalan söz deməyə adət etmə. Günahlar yalandan başlar. Başı dumanlı, kırmızı kofta, yaşlı dumanlı, derdilerime çoklu dumanlı, derdilerime çoklu dumanlı, ağzına yaşlar, bırakır, yarım derdimden, ağrıyor, danışmasan da varım. تستمعون إلى صوت شوشة. Bütün bunlarla yanaşı Mir Mövsüm Nəvvabın dəzgah qrafikası sayəsində yaratdığı əsərlər sırasında ən tanınmış və mütəxəssislərin fikrincə ən uğurlusu 1902-ci ildə çəkdiyi sərkərdə və dövlət xadimi olan Əmir Teymurun portretidir. Nəvvab yaradıcılığın görkəmli tədqiqatçısı olan Ziyadxan Əliyev qeyd edir ki, bu əsər sənətşünaslıq baxımından Nəvvabın portret janrında işlədiyi ən uğurlu sənət əsəri hesab olunur. Yəni Avropa üslubunda sulu boya ilə işlənmiş portret ənənələri yaxın şərq hökmdarları portretlərini xatırladır. Personajın geyimi də 19-cu əsr müsəlman şərqinin zadəgan geyiminə bənzəyir. Yəni əsər Əmir Teymurun yaşadığı 15-ci əsrdən daha çox 19-cu əsrin mənbəsi kimi qəbul oluna bilər. Şuşa sıxma küçəldədən. صفت شوشة لا يزال مستمرا. Qeyd etməliyik ki, Mir Mövsüm Nəvvab 1895-ci ildə yazdığı Kəşful Həqiqi Məsnəvi adlı əl yazmasının tərtibatını da özü verib, süjeti rəsmlərlə bərabər girişi nəbati ornamentlərlə bəzəmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, rəssamlıq sahəsində xüsusi təhsil almasa da Mir Mövsüm Nəvvab hər bir işində, xüsusilə də təsvirlərə fərdi münasibətlərini əks etdirməyə çalışmışdır. Onun əsərlərində klassik miniatür elementləri realizm üslubu ilə qarışmış, nəticədə özünə məxsus üslub meydana gəlmişdir. Və ümumiyyətlə Nəvvabın bu sahədə fəaliyyətindən danışarkən qeyd etməliyik ki,
onun rəssamlığı klassik miniatür elementlərinin realizm üslubu ilə qarışığı hesab olunur. Belə ki, mütəxəssislərin qeyd etdiyi kimi, onun akvarel rəsmləri, kitab miniatürləri, dekorativ sənət nümunələri sahəsində əsərləri 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinin Azərbaycan incəsənətinin klassik şərq incəsənət ənənələrindən müasir Avropa incəsənətinə keçid mərhələsinin təzahürüdür. Shusha's voice continues. Mütəxəssislərin fikrincə, Mir Mövsüm Nəvvabın bu sahədə olan yaradıcılığından danışarkən beləliklə qeyd edə bilərik ki, o Azərbaycanda sonuncu kimyagar alim, sonuncu minəccim və köhnə məktəbə mənsub sonuncu rəssamlardan olmaqla bərabər yeni dövrün tələblərini başa düşən, dərk edən və gələcək nəsilləri həmin tələblərə hazırlamağa çalışan görkəmli xadim kimi tarixə düşmüşdür. Görürsünüzmü, Mir Mövsüm Nəvvab haqqında danışmaqla bitmir. O baxımdan biz növbəti verilişimizdə Mir Mövsüm Nəvvabın silah kolleksiyası haqqında məlumat verməyə çalışacağıq.